Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Ayhan gələli bir həftə olub, hələ 5 dəqiqə dayanmayıb. Mən deyirəm dayan, ged oyun oyna, kitab oxu, filmə bax, deyir yox, mən işləyəcəm. İndiyə qədər deyir, siz işləmişsiniz, mən yemişəm, bundan sonra mən işləyib sizi saxlayacam. Böyle arxayınçılıqdır. Keçən baba həftədə 10 gündə bir imtihana girirdi. İnstituta girib, imtihanlarını verib, əlasıdır. Daha bundan artıq nə istəyirsən, nə qədər işləsə yeri var. Hələ cağları çərtməyə çox var. Çox çərtiləsi cağlar var, belə deyək də. Nə qədər var? Neçə bağlam götürüb çərtmirsən? Tut ağzının gövdələri arasında da haradasa 10 qom var, hər qomda da 10 dənə. Nə qədər eləyir? O qədər yox, 100. Bizə də lazımdır 250 cağ. 50'sı da olsun bu yanda. Köhnələrdən də seçib böyle əməlimizi ötüşdürərik. Bu təzə cağlar haradasa 5-10 il işləyəcək. O birləri haradasa 2009'da kəsmişdim bağımızdan, bağçamızdan. Neçə il eləyir o? 16 il. Səhər başlayanda belə yaxşı düzəltmirdin cağların uzun. İndi professionallaşmışsan. Baltanı həvəssiz vırdın, qorxa-qorxa vırdın. Otu biçəndə də eləydi. İndi cağı götürən kimi bir zərbə ilə bəşəriyyətin boynunu qopartmağa qadirsən. Qollarına dəyişiklik görürəm. Qolların özü köynəyin qolun çırmalayıb yuxarı, muskullar da şişib. Az qala Arnold Schwarzenegger'in muskulu həcmdədir. 60 santim. Var o qədər? Yox. 60 millim. Bəlkə. Məmiş qolum 60 santim deyil. Göstər görək muskulları. Mən nəsə yenə şübhədə qaldım. Vay vay, bu nəymiş? Bir də yaxın mənə tərəfdə bax. Dəhşət. 3 ay belə işləsən, idmançı olasın. Ancaq hər tərəfli işlət də, sağı, solu, ayaqları, sinə əzələləri, boks, jim, dartınma. O nədir? Timsaha oxşuyur o. Bəli. O çatlayan yer üstdən vurdu. Onun xeyri olmayacaq ki, ay. Onsuz da çərtsən də o çat yerə girməz. O çartın ən üst tərəfindən vurmalısın. Onda 2 dənə eləsin. Ev yox, onları bağışladıq. Əmsini götürdün, onu saxlayardım başqa vaxtda da. İndi bütün dünya sənə baxır. Bəlkə sənə aşıq olmaq istəyən qızlar var. Bu zərbələrdən sonra imtina eləyəcək. 4 dənə qalır. Onların odun çərt deyir gecənin xeyrindənsə sabahın şəhəri yaxşıdır. Lənət şeytana denə. Bir də sən səhv elə. Şeytan lənət insana desin. Düz elə. Düz eləyirsən o deyir. Niyə səhv eləmədi ki? Yaxşıdır. Tamamdır. Qızışmadı. Bunu mən bir zərbənlə kəsmişəm, ona görə hazırdır. Yan görəsin. Düzəliş eləyirsən, olur cağ. Yaxşıdır. Boyu nə qədərdir? Tut görüm səndən eyni boyda var. 1.90-sən, 50 santimdə bu uzun. Varsan 1.90 harbiden? Yox. Bu 60 santim məndən uzundur. Olmadığında yavaş-yavaş biz cırraşırıq deyəsən. Babalarımız uzun idi. Getdikcə qıssa alırıq. Əli babaların ikisi də 1.90-dan hündürük. Biz 1.80-ə çatanmamışıq. Sən də 1.70-ə zor bəla. Bəlkə də uzana bilərsən. Dartınsan turnikdə. Fiziki işlə məşğul olsan, yaxşı qidalansan. Bir də sözə baxsan. O var səndə. Şəhərətə qırma görək.
Bəs eləyər axıra qədər mən sənə gözləyə bilməyəcəm. Bir cağı 1 dəqiqəyə düzəldirsən, 4 dənəsi 4 dəqiqə eləyəcək. İnternet paketimiz də sıfıra yaxınlaşır bu il. Bu ay. Çox video çəkmişik. Ziyandayıq. Kobranın başına oxşuyur ocağın ətəyi. Məncə burasını qırsaydım daha yaxşı. Yox, fərqi yoxdur. Əyri olsa da onu torpağa saxanda düzəliş veririk. Hələ elələri daha yaxşıdır. Sağ olun, hörmətli izləyicilər. Ayhan bəlkə də işləri yandırıb gecə də işləyəcək. Mən getdim Ayhan. Sən də sağ ollaş getdik. Sağ ol. Elə sağ ollaşırlar, yoxsa əskəri salamla, balta ilə də belə göstərə bilərsən. Baltan yaxşı görsənmir. Əla. Və biraz da üzüm mənə tərəf çəkib parıldasın. Biraz da arxaya. Deyirsən, qılovlamaq nə deməkdir? İngilis sözüdür. İngiliscədə qılovla parıldamaqdır. Biz də baltanın ağzını parıldadırdıq ya, orağın, bıçağın deyirlər ki, qılovla. Bəlkə kimsə öyrənib bilirmiş əvvəldən, bizim dilimizdə geçib. Salamat qal.